Ata Quran oxuyurdu. Oğlu ona sual verdi ki, ata, oxuduqlarını başa düşürsən, oxuyursan. Ərəb dilini bilirsən? Ata dedi, xeyr, bilmirəm. Dedi, ata, bəs niyə oxuyursan? Nə xeyri var oxumağının, nə faydası var? Ata dedi ki, ay bala, həyətdə kərpiz daşıdığımız, palçıq daşıdığımız səbət var. O səbəti götür, get çaydan su gətir. Oğlu dedi, ata, axı səbətdə su gətirmək olmur. Bura çatana qədər su bitəcək, tökülüb qurtaracaq. Dedi, bala, sən get gətir. Oğul götürdü səbəti, getdi doldurdu çaydakı su ilə. Gətirib ataya çatdırana qədər səbətdə heç nə qalmadı. Dedi, atacan, gördüm, mən dedim, heç nə qalmayacaq, faydası yoxdur. Dedi, bala, bir də sına. Oğul yenə getdi, yenə çaydan suyu doldurdu səbətə. Ataya çatdırana qədər səbətdə heç nə qalmadı. Dedi, ata, deyirəm axı, bunda su qalmır. Səbətdə su qalmaz ki, ağıl var, məntiq var. Dedi, oğlum, sən mənim sözümə qulaq as. Get bir dəfə də doldur səbəti gətir. Beləcə 3-4 dəfə oğul səbəti çayın suyu ilə doldurub gətirdi ataya. Ataya çatana qədər də su səbətdə qalmadı. Axırda oğlu yoruldu, dedi, ata, axı niyə məni mənasız işdalıca göndərirsən? Bilirsən ki, faydası yoxdur. Görürsən ki, səbətdə heç bir su qalmır. Dedi, oğlum, düzdür, səbətdə su qalmır. Amma bir səbətə bax, gör, dəyişikliyi var səbətdə. Oğul səbətə baxdı, gördü ki, səbətin içi olub tərtəmiz gül kimi. Palçıq daşımaqdan çirklənən səbətin hər tərəfi dəfələrlə suya toxunduğu üçün tərtəmiz olub. Dedi, oğlum, bizim ürəyimiz də, qəlbimiz də, ruhumuz da belədir. Dünyanın çirkinə çox bulaşır. Quran oxuyanda, Quranın mənasını bilməsək də, qəlbimiz təmizlənir. Necə ki, səbətdə su qalmasa da, səbətin içi təmizlənir.